Hər birinizi xoş gördük. Hörmətli kanal izləyicilərimiz. Harda endirim varsa biz də oradayıq. Yenə də sizə endirimli bir 2 mərtəbəli 4 otaqlı evimizin təqdimatındayım. Dəyərli izləyicilərimiz, məktəbə, marşruta yaxın qoşadaşla inşa olunmuş mərtəbə arası monolit beton fundament kəmərinə kimi hər birisi mövcuddur. Hündür zirzəmiyə malikdir. Sot yarım torpaq sahəsində inşa olunub. Rahat şəkildə 2 avtomobil həyət yan sahəsinə daxil olur. Oturub durmaq üçün kifayət qədər ərazisi var. Həyətin trapına kimi mövcuddur. Qapının üst hissəsinə çardaq yığılıb. Gördüyünüz kimi həyətə daxil avtomobil qapısı. Bütün kommunallar var, sayğaclar var, mərkəzi kanalizasiya sistemi. Bir daha üz görüntüsünü göstərim, keçək evimizin iç sahəsinin təqdimatına. Qiyməti sonda açıqlayacağım. Endirim var. Hal-hazırda evimizdə qəşəng endirim var. Bu gün bu qiymətə belə bir 2 mərtəbə mümkün deyil ki, tapasınız. Baxın, evin bütün alt hissəsinə hərəkət etmək olur. Daxil oluruq evimizin iç sahəsinin təqdimatına. Şəbəkə vitraj pəncərələr evə xüsusi dizayn qatır və işıqlanmasında böyük rol oynayır. Daxil oluruq evimizin iç sahəsinin təqdimatına. Bir dəhliz bizi qarşılayır, otaqlara bölgü. Dəhliz vasitəsilə ikinci mərtəbəyə qalxan pilləkənlər. Sağ tərəfdə yerləşir evimizin geniş ev boyu uzunluğunda qonaq otağı. Yəni heç bir evdə bu genişlikdə qonaq otağı yoxdur. 9 metrə uzunluğunda 4 metr yerində hündür tabana malik figurlardan, sport işıqlardan bəzədilib. Birinci mərtəbədə sanitar boşanma sistemi mətbəxi göstərib. Geniş mətbəx var, mebel arasında kimi mebelin alt hissəsinə keçmişkəndir. Bütün kameralar da mətbəxdə mövcuddur. Birinci mərtəbədə yerləşən sanitar boşağını göstərim sizə. Baxın, belə bir geniş işıqlı sanitar boşağı var. Pilləkənlərin alt hissəsində qladovka. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə yerləşir 3 yataq otağı, sanitar qovşaq, eyvana çıxışı var. İkinci mərtəbəyə qalxan pilləkənlərin laklanması qalıb. Onlar da axırda tam hazır şəkildə altısına təhvil edəcək bölgü dəhliz vasitəsilə aparılıb. Burada yerləşir yataq otağından birincisi eyvana çıxışı var. Bu yataq otağından hər bir pəncərənin qarşısı açıqdır, rahat şəkildə günəş şüası ilə daxil olur. Burada növbəti yataq otağı. Burada isə sonuncu yataq otağı. Ölçülər genişdir, hörmətli izləyicilərimiz. İlkin qiymət olaraq endirimli qiymətdə 94.900 manata təklif olunur. Qiymət olaraq sondur. Yenə də istəsəniz gəlin baxın, ev sahibindən razılaşmaq təbii ki, müəyyən qədər çalışalım ki, razılaşmaq olsun. 051 635 17 92 nömrəmizdə əlaqə saxlayıb daha doğru məlumat ala bilərsiniz. Abşeron rayonu Masazır qəsəbəsi 6 saylı məktəbin yaxınlığında Kupçalı dövlət ipotekasına yararlı olan bu gözəl evimizi gəlin ilk öncə siz sahib olun.